qapısına təhlükəli zərbə endirəcəkdir. Güncdən zərbəni Neftçi komandası yerinə yetirdi və gol! Ruslan Abuşovun başla vurduğu gol hesab açılır. Neftçi 1-0 hesabı ilə öndədir. Qolun müəllifi Ruslan Abuşov olur. 26-cı dəqiqədə 1-0. Neftçi hesab dönə keçir. Güncdən ötürülən top və standart vəziyyətlər zamanı hücuma qoşulan Ruslan Abuşov başla topu rəqib qapısına yönəldir. 1-0. Neftçi 26-cı dəqiqədə hesab açmağa müvəffəq olur. Milli komandamızın müdafiəçisi Ruslan Abuşov və epizodun təkrarını izləyirsiniz. Rəqib komandanın futbolçusunu çox yaxşı qabaqladı və başla topu Xəzər Lənkəran qapısından keçirir Ruslan Abuşov. 1-0. Komandası hücumu davam edir. Ricardo Gomes, Raid Əmirquliyev. Əmirquliyev uzaq məsafədən zərbəsi və gol! Hesab bərabərləşir. Raid Əmirquliyev uzaq məsafədən gözəl zərbə və hesab artıq 1-1'dir Neftçi Xəzər Lənkəran oyununda. 55-ci dəqiqə Raid Əmirquliyev hesabı bərabərləşdirir. Stamenkovic bu epizodda komandasına heç cür kömək edə bilmir. Xəzər Lənkəran azar keçişlərini ekranlarınızda görürsünüz və Raid Əmirquliyevin zərbəsi top əlbəttə ki qapıçının önündə yerə dəydi. Bu baxımdan da Stamenkovici yanıltdı zərbə. Yəni bu cür zərbələr həmişə qapıçılar üçün təhlükəli olur. Top qapıçının önündə fikir verirsə yerə dəyir və